Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Tofiq Bəhramov adına Respublika Stadionundan canlı yayımıza başlayırıq və ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən Ağdamın Qarabağ komandası bugün çox güclü bir rəqibə qarşı mübarizə aparacaq və artıq komandamız bir qədər əvvəl son məşqi belə etsək arenada keçirdi və həqiqətən də azarkeşlərimiz bugün Tofiq Bəhramov adına Respublika Stadionu demək olar ki, tam olaraq doldurmaqdadılar və inanırıq ki, bugün Qarabağ qələbə qazanmaqla layiqli oyun nümayiş etdirməklə həm arenaya toplaşan təxminən 30 minə yaxın tamaşaçına eyni zamanda bizi və sizi də ekranlar qarşısında bu qarşılaşmanı izləyən azarkeşləri də ürəkdən sevindirəcək. Artıq hakimlər briqadası və futbolçular yavaş-yavaş meydana daxil olmağa hazırlaşırlar. Qeyd edim ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sergey Boykodur və onun köməkçiləri Aleksandr Vaytyuk, Alek Plujnikdir. Görüşün dördüncü ehtiyat hakimi isə Anatoli Abdullah'dır əziz tamaşaçılar. Və azarkeşlər artıq starta bir neçə dəqiqə qalmış. Demək olar ki, Qarabağı çox güclü formada həqiqətən dəstəkləyirlər. İnanırıq ki, komandamız gözəl oyun nümayiş etdirməklə, həmişə olduğu kimi qələbə qazanmaqla bugün azarkeşlərimizi sevindirəcək və heyətlərlə tanış olmaq olar. Bir qədər sonra görüş başlayacaq. Salzburg komandasının heyəti bu cürdür. Qapıda 31 Peter Gulacsi, 5 Andre Ramalho, 6 Christian Schwegler, 7 Marcel Sabitzer, 8 Naby Keita, 10 Sadio Mane, 17 Andreas Ulmer, 24 Christoph Leitgeb, 26 komandanın kapitanı İspanyalı futbolçu Jonathan Soriano, 36 Martin Hinteregger və 44 Kevin Campbell komandanın baş məşqçisi Adolf Hütter'dir. O ki qaldı Qarabağın heyətinə hazırda qapçımız ekranlarınıza gələn tamaşaçılar. 13 İbrahim Şehiç, 2 Qara Qarayev, 5 Maksim Medvedev, 9 Reynaldo Silva, 11 Danilo Leandro Diaz, 20 Richard Almeida, 24 Admir Teli komandamızın kapitanı, 25 Antiagolli, 41 Leroy George, 55 Bedav Hüseynov və 70 Çumbinho. Komandamızın baş məşqçisi isə Qurban Qurbanovdur. Artıq saniyələr qalır. Bir qədər sonra heyətlər subtitrlər vasitəsilə də ekranlarınıza gələcək əziz tamaşaçılar və artıq futbolçular, eyni zamanda hakimlər briqadası meydana daxil olmağa hazırdılar. İkinci təsnifat mərhələsində mübarizəyə qoşulan təmsilçimiz əvvəlcə Malta çempionu Valetta üzərində hər iki görüşdə qələbə qazandı və həmin iki görüşdə Qarabağ qapısından qol buraxmadı, ancaq bu dəfə rəqib həqiqətən də kifayətlidir, güclü komandadır. Son Avstriya çempionudur. Ötən mövsüm UEFA Avropa Liqasında 4-1 final mərhələsinə qədər yüksələn bir komandadır və artıq futbolçular meydana daxil olurlar. Ötən mövsüm Salzburg UEFA Avropa Liqasında, hətta Amsterdamda Ajax'ı 3-0 hesabı ilə məğlubiyyətə uğratmışdı. Bu faktı qeyd etmək lazımdır. Həqiqətən də çox güclü bir kollektivdir. Son Avstriya çempionu mövsümə də iddialı başlayıb. Avstriyada hər iki görüşünü qələbə ilə başa vurub. Və inanırıq ki, Qarabağımız öz gücü ilə bugün rəqibə qarşı layiqli mübarizə aparacaq və hamımızı sevindirəcək. Qarabağ növbəti mərhələyə yüksəlməklə bütün azarkeşləri sevindirəcək. Artıq biz hamımız buna inanırıq, çünki Qarabağ bir neçə dəfə bu cür uğur qazanmaqla hər kəsi sevindirib. Artıq biz Qarabağdan yalnız uğur gözləyirik. Və hazırda qonaq Salzburg komandasının ehtiyat, daha doğrusu əsas heyəti subtitrlər vasitəsilə, qrafika vasitəsilə ekranlarımıza gələcək tamaşaçılar. Hazırda kapitanlar, hakimlər briqadasının yanındadır və Jonathan Soriano ilə Admir Teli bir-birlərinə uğurlar arzuladı.
hər bir futbolçu haqqında reportajımızın gedişində sizə məlumatlar verməyə çalışacağım. Tofiq Bəhramov adına Respublika stadionunda ümumiyyətlə oyundan əvvəl biletlərin hamısı satılmışdı və hazırda biz elə ümumi planda bütün sektorları izləyərkən görürük ki, həqiqətən də bugün Qarabağı dəstəkləmək üçün mərkəzi arenamız demək olar ki, dolub və bugün bu azarkeşləri sevindirmək Qarabağın əsas vəzifəsi olacaq və inanırıq ki, son Azərbaycan çempionu bu uğuru qazana biləcək. Və hazırda Qarabağ komandasının heyəti subtitrlər vasitəsilə sizə nümayiş etdirilir. Qeyd edim ki, rəqib komanda 8 dəfə Avstriya çempion olub. Son illərin Avstriyada əsas çempionluq belə desək komandası sayılır bu komanda və belə ilə görüşə start verildi. Avstriya təmsilçiləri sürətlə oyuna başladılar və dərhal tempi aşağı salmaq lazımdır və indi qayda pozulur. Kobud oyun meydanın mərkəzində Nəbi Keita qaydanı pozdu. Salzburg komandasının gənc yarım müdafiəçisi, Fransanın Istres komandasından heyətə cəlb olunmuş müdafiəçi, dayaq yarım müdafiəçisi qaydanı pozdu və hazırda Qarabağ futbolçular hücum qurmağa çalışırlar. Ramalho, Diaz, eldən Ramalho topu uzaqlaşdıra bilir. Yan xəttdən Qarabağ futbolçuları topu oyuna daxil edəcəklər Ansi Agolli ilə. Agolli, Reynaldo, ötürmə, Leroy George. George topu saxlayır. Leroy George, ötürmə cərimə meydançasına zərbə indirmiyorlar. Zərbə və gol! 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 Danilo Diaz! Danilo Diaz! Danilo Diaz! Qarabağ hesab açır. Qarabağ hesabdır əldə və savaşçılar. Bəli, məhz belə start lazım idi bizə. Danilo Diaz 1-0. Əhsən Qarabağ, bravo Qarabağ, əhsən Danilo Diaz, əhsən Qarabağ. Belə başlamaq lazım idi güclü rəqibə qarşı. Məhz bu cür başlamaq lazım idi oyuna. Əhsən Qurban Qurbanov. İnanırıq ki, bu cür davam edəcək oyun. Rəqib ayılmamış ilk zərbəni vurdu Qarabağ. Jonathan Soriano. Yenidən diqqətli olmaq lazımdır çünki rəqibin çox sürətli futbolçuları var. Ulmer. Sadio Mane topu meydanda saxlaya bilmir. Ani diqqətsizlik və Danilo Diaz. Qarabağın yeni transferi növbəti qolunu vurur. Və vurulan qolu izləyirik. Leroy George ötürmə edir. Müdafiədəki anlaşılmazlıq və Danilo Diaz. Liverpool'da oynamış Peter Gulacsiyə heç bir şans vermir. Campbell. Maxim Medvedev. Ötürmə keçmədi. Mane. Sabitzer. Ötürmə cərimə meydançasına və hücum nəticəsiz yekunlaşdı. Sadio Mane zərbə mövqeyinə çıxmışdı ancaq İbrahim Şeyç topa sahib oldu. Ansi Agolli. Almeida. Agolli ötürmə irəliyə doğru lakin topa çatma mümkün olmur. Peter Gulacsi riskə getmir. Macar qapıcı top meydandan çıxarır. Qarabağ oyuna elə başlayıb ki, rəqib əməlli başlı özünü itirib. Ansi Agolli. Təkrarı bir daha izləyirik. Qarabağ hesabdır əldədir. Diaz.
Yan xəttdən yenidən topu oyuna Qarabağ futbolçuları daxil edəcək. Qarayev sağ cinahla oynuyor. Maksim Medvedev yeniden Qarayla ötürür topu. Çumbinho topu itirdi Çumbinho. Jonathan Soriano ve Richard Almeida ile oynuyor. Almeida ancak qayda pozulub hakim fikrincə. Sergey Boyko oyunu dayandırır. Qaydanın pozulduğunu bildirdi ancaq orada biz qayda pozuntusunun sanki şahidi olmamışdıq. Yəni izləyirik təkrarı. Bəli, bu epizodda sadəcə Almeida topa müdaxilə edərək həmin mübarizədən qalib ayrılmışdı. Sadio Mane irəliyə ötürmə, Admir Teli, Qarayev, Leitkep, Admir Teli, Sadio Mane çok sürətli futbolçudur, 22 yaşlı Senegallı oyuncu Mane ötürmə mərkəzə. Salzburg futbolçularının hücumu alınmır və indi əks hücum qurmaqları Antiagolli ötürmə irəliyə. Danilo Diaz sürətli əks hücum nəticəsini verə bilər. Diaz topla irəliyir. Və qayda pozulub. Bəli, qayda pozulub. Ukraynalı referi görüşü dayandırır. Braziliyalı legioner Danilo Leandro Diaz golun müəllifi və ona qarşı qayda pozulub. Christian Schwegler qaydanı pozmuşdu. Vedat Hüseynov topu geri götürür. İbrahim Şeyic. Leroy George istiqamətini ötürmə. Leroy George hava mübarizəsindən qalib ayrıldı. Teli. Keita. Sadio Mane istiqamətində ötürmə və burada Admir Teli yenə diqqətli oynuyor. Maksim Medvedev. Ötürmə dəqiq deyil. Teli'ye qarşı qayda pozulub. Avstriya təmsilçiləri qaydanı pozublar. Jonathan Soriano komandanın kapitanı bu epizodda qaydanı pozmuşdu. İzləyirik təkrarı. Qarabağın kapitanı topu oyuna daxil edir. Admir Teli. Ötürmə irəliyə doğru. Kevin Campbell. Top artıq meydandan çıxmışdır. Rəqibin müdafiədə boşluqlar buraxdığı bir vaxtda təbii ki ikinci qolu da təzyiqi artıraraq Qarabağ vurmağa çalışmalıdır və artıq bundan sonra daha rahat oynaya bilər təmsilçimiz. Agolli. Çumbinho top saxlaya bilmədi. Vedat Hüseynov. Reynaldo'ya imkan vermir bu epizodda. Hitzberger. Almeida qayda pozulub mərkəzdə. Qarabağ futbolçuları tərəfindən. Hinteregger topu oyuna daxil edəcək. Campbell. Kevin Campbell topla irəliyir. Diqqətli olmaq lazımdır. Top uzaqlaşdırılır. Reynaldo topu saxlaya bilmədi. Daha bir ötürmə irəliyə doğru. Sadio Mane. Mane qarşısında bir futbolçu var. Çox sürətli oyuncudur Mane və qayda pozulub. Leroy George qaydanı pozub. Çox təhlükəli bir futbolçu həqiqətən də Sadio Mane. Avstriya təmsilçisinin heyətində ən sürətli futbolçu, ən təhlükəli oyunculardan biridir. Jonathan Soriano ilə birlikdə. İzlədik təkrarı və cərimə zərbəsi yerinə yetiriləcək. Topun yanında Jonathan Soriano var. Komandanın kapitanı, əsas gol silahı. Diqqətli olmaq lazımdır həm Şeyic, həm də futbolçularımız. Canlı sətdə 3 oyuncu var. Çumbinho, Leroy George və Danilo Diaz. Sergey Boyko.
İşarəsini verir. Jonathan Soriano. Birbaşa zərbə və top diri üstündən keçir. Çox təhlükəli zərbə idi həqiqətən də İspaniyalı futbolçudan Barcelona komandasının yetirməsidir və həqiqətən də hazırda Avstriya çempionatında çıxış edən ən bəlkə də səviyyəli hücumçudur Jonathan Soriano. Şeyç. Maksimə. Ötürmə dəqiq alınmır bir qədər. Diqqətli oynamaq lazımdır. Qurbanov futbolçuların dərhal geriyə çəkilmələrini istəyir. Sabitzer. Almeida. Richard Almeida. Ötürmə sol cinaha. Ansiagolli. Hücum təhlükəli ola bilər. Diaz. Ramalho ona çata bilmir. Agolli və daha sonra ötürmə dəqiq olmadı. Peter Gulacki. Bedavi Hüseynov topu geri götürür. Bir qədər tempi aşağı salmalıdır Qarabağ futbolçuları. Yenə İbrahim Şeyç bir qədər inamsız oynadı. Leroy George topa çatır. Fiziki cəhətdən kifayət qədər güclü futbolçudur. Və Admir Teridən indi gözlənilməz səhv. Şeyç. Bir qədər müdafiədə ötürmələrə diqqət etməlidir. Qarabağ futbolçuları artıq rəqibin hansı formada oynadığını görür futbolçularımız və buna uyğun taktika seçmək lazımdır. Top yan xəttdən çıxır. Maksim Medvedev hələ ki Reynaldo Silvanı müdafiəçilər beləsə yaxşı bağlayıblar, ona oynamaq imkanı vermirlər. Qarabağ komandasının ən önəmli qol silahı. Hinteregger. Kevin Campbell. Nəbi Keita. Ötürmə dəqiq deyil. Almeida. Ansiagolli. Çumbinho. Topu geri götürür. Teli. Medvedev. Ötürmə irəliyə doğru Hinteregger. Müdafiədə etibarlı oynadı. Sadio Mane. Andreas Ulmer. Mane topla çox yaxşı rəftar edir. Jonathan Soriano. Top uzaqlaşdırılır Qaraqarayev tərəfindən. Hinteregger. Çox etibarlı oynayır müdafiədə hələ ki. Hinteregger. Andre Ramalho ilə müqayisədə. Braziliyalı futbolçu Ramalho. Mərkəzlə oynuyor. Christoph Leitgeb yerindən Ramalho. Sol cinaha ötürmə. Leroy George. Topa çatmır. Keita. O da ötürmədə səhvə yol verdi. Diaz. Və indi əks hücum qurmaq olar. Reynaldo. Reynaldo. Qarşıda həm yerisi var. Ötürmə edir Danilo Diaz. Diaz. Ötürmə qapı qarşısına. Zərbə endirmək lazımdır. Daha bir cəhd. Daha bir cəhd ancaq uğursuz yekunlaşır. Oyundan kənar vəziyyətdə var idi. Reynaldo Silva özü topa toxunsaydı artıq hesabı artırmaq olardı, ancaq daha sonra Danilo Diaz oyundan kənar vəziyyətdə idi ikinci cəhddə. Çox yaxşı gördü komanda yoldaşını bu epizodda Nəbi Keita. Çox düzgün mövqe seçmişdi həqiqətən də. Gənc futbolçu. Komandanın yeni transferi. Peter Gulacki. Oyundan kənar vəziyyət. Bu dəfə Avstriya təmsilçiləri oyundan kənar vəziyyətdə yaxalanırlar. Kevin Campbell. Çox müdafiədə bir qədər diqqətsiz oynadı bu epizodda Maksim Medvedev. Sadio Mane. Ötürmə etdi, Bedavi Hüseynov yaxşı oynayır. Leroy George. Mane. Qayda pozulmayıb. Almeida.
Richard Almeida və ona qarşı qayda pozulub. Ukraynalı referi. Görüşü dayandırdı. Richard Almeida'ya qarşı qayda pozuntusu qeydə alınır. Diaz. Top meydandan çıxarılır. Antiagolli. Reynaldo Silva. Maxim Medvedev. Leroy George. Çok güzel oynuyor Leroy. Ötürmə çəlmə meydançasına və Reynaldo topa çatmır. Leroy George'dan gözəl hərəkətlər. Cinahda Ulmeri çox ustalıqla keçdi. Ötürmə də etdi ancaq Reynaldo Silva topu ələ keçirə bilmir. İzləyir Yemin epizodu. Diaz. Almeida. Tək toxmuşlu ötürmə. Danilo Diaz. Ona imkan vermədi. Bu episodda Christian Schwegler. Chumbinho keçə bilmir rəqibini. Ramalho. Sadio Mane. Kevin Campbell. Və mərkəzdə qayda pozulub. Sergey Boyko görüşü dayandırır. Kevin Campbell'a qarşı qayda pozulub. Leitgeb. Christoph Leitgeb. Sadio Mane çox texniki cəhətdən həqiqətən də usta futbolçudur. Sadio Mane hər iki ayağı ilə oynaya bilir. Leitgeb. Qaraqarayev. Campbell. Nəbi Keita çox qüvvətli zərbə və top qapıdan aralı keçir. Salzburg futbolçularının ilk cəhdi idi, ilk hücum cəhdi və Nəbi Keita'nın zərbəsindən sonra top qapının yanından keçir. İzləyirik bu epizodu. İbrahim Şehiç topu ileriye vurur. Ramalho. Admir Teli. Maxim Medvedev səhvə yol verdi. Sadio Mane. Ümumiyyətlə bu futbolçunu saxlamaq çox çətin məsələdir. Kevin Campbell. İmkan vermək olmaz və alınmır. Avstriya təmsilçisinin hücumu alınmır. Sağ cinahda Sadio Mane'nin qarşısında hələ ki Maxim Medvedev istənilən səviyyədə kəsə bilmir. İbrahim Şehiç. Top yan xəttdən çıxarılır. Hinteregger top meydandan çıxardı. Maxim Medvedev. Ötürmə dəqiq deyil Maximdən. Və dərhal yan xəttdən top oyuna daxil edir. Mane. Keita. Sağ cinahdan hücum davam edə bilər. Ramalho ötürmə. İləliyə doğru müdafiədə yaxşı oynayır. Qarabağ futbolçuları Campbell. Kevin Campbell ötürmə edə bildi. Soriano. Və Leroy George riskə getmir. Leroy George'un geriyə çəkilməsi həqiqətən də Sadio Mane'nin qarşısını almaq üçün çox yaxşı bir addımdır və yalnız bu yolla Mane'ni zərərsizləşdirmək olar. Ulmer. Campbell. Bədavi Hüseynov.
Nəbi Keita. Campbell. Mane. Və oyundan kənar vəziyyət. Sadio Mane. Oyundan kənar vəziyyətdədir. Metz komandasından Salzburga gəlib gördüyünüz bu futbolçu. 10 nömrəli oyuncu. 22 yaşı var Senegallı. Hücuma meyilli yarım müdafiəçinin və komandasının da ən önəmli oyuncularından sayılır. Və vurulan gol. Danilo Diaz. Vurduğu bu golla Qarabağı hesabda irəli çıxarıb. İrəliyə ötürmə. Və yan xəttdən top oyuna daxil edilməlidir. Christian Schwegler alttan top oyuna daxil edir. Admir Teli. Yan xəttdən top meydandan çıxır. Hinteregger. Sağ cinaha ötürmə. Christian Schwegler. Hazırda Tofiq Bəhramov adına Respublika stadionunda Meksika dalğası müşahidə olunur azarkeşlər tərəfindən. Mane. Leroy George. Ötürmə irəliyə doğru əl alınır. Reynaldo və topa çatmaq mümkün olmadı. Peter Gulacki dərhal Andre Ramalho ilə oynayır. Maksim Medvedev. Səhvi yol verir Qaraqarayev. Mane oyundan kənar vəziyyət. Sadio Mane oyundan kənar vəziyyətdədir. Oyundan kənar vəziyyət. Sadio Mane. Offside-daydı bir qədər əvvəl. İbrahim Şeyic topu oyuna daxil edir. Qarabağ futbolçularının üstünlüyü ilə görüş davam edir. Nəbi Keita. Leitgeb. Richard Almeida. Jonathan Soriano topu ondan uğurlaya bilir. Christian Schwegler. Almeida yenə yaxşı oynadı və əks hücum dərhal istənilən kimi alınmır. Ramalho xeyli irəliyə çıxır. Campbell. Leitgeb. Əks hücum yaratmaq olardı, ancaq bu dəfə də top Çumbinho'ya çatmır. Əks hücumda əgər rəqibi yaxalamaq mümkün olsa, onda artıq hesabı dəyişmək olar. Almeida. Richard Almeida. Almeida. Hücum davam edir. Dəqiq alınmadı son ötürmə. Christian Schwegler. Rəqibi əks hücumda çox rahatlıqla yaxalamaq olar. Antiagolli. Reynaldo və ona qarşı qayda pozulmayıb. Sadio Mane. İrəliyə ötürmə. Qaraqarayev. Riskə getmir o. Topu yan xəttdən çıxarır. Milli komandamızın da şərəfini qoruyur Qaraqarayev. Qayda pozulmayıb. Hinteregger. Reynaldo pressingi davam elətdirir. Yan xəttdən qonaqlar topu ilə daxil etmədilər. Schwegler topu saxlaya bilmədi.
Peter Kulaçi. Macarstanlı qapçı. Hinteregger ötürü topu. Hinteregger. Salzburg müdafiəçilərinin xeyli irəliyə çıxması əks hücum imkanını artırır Qarabağın. Sol cinaha ötürmə və oyundan kənar vəziyyət. Sadio. İbrahim Şehiç. Admir Teri topu. Qapçımız ötürür. Bosniyalı golkiper. Almeida. Şehiç. Soyuqqanlı hərəkətlər İbrahim Şehiç'dən. Əhsən. Soyuqqanlı oynasa da dəqiq oynadı İbrahim Şehiç. Qaraqarayev. Almeida. Sol cinah. Bomboş mövqedə Anti Agolli. Hücum qurmaq olar. Agolli. Anti Agolli. Sol cinah ötürmə. Diaz. İmkan vermiş Wegler. Və top meydandan çıxaran futbolçu Anti Agolli'dir. Richard Almeida hələ ki Qarabağın heyətində inamlı oyunu ilə seçilir. Məhdav Hüseynov. Campbell. Çombinho. Çombinho topu özündən xeyli irəli bıraxır. Nəbi Keita. Ramalho. Keita. Çombinho. Çombinho'ya qarşı qayda pozulub açıq aşkar. Ukraynalı referi bu epizodda qayda pozuntusunu qeydə almalı. Çox maraqlıdır. Soriano. Almeida. Leroy George. Ötürmə irəliyə doğru George'dan. Reynaldo Silva istiqamətində və qayda pozulub. Braziliyalı futbolçular həmin epizoddakı qayda pozuntusunu müzakirə edirlər. Bu arada Jonathan Soriano irəliyir. Diqqətli olmaq lazımdır. Əhsən. Müdafiə inamlı oynayır bu epizodda. Admir Teri topu qapı xəttindən uzaqlaşdırır. Küncdən zərbə. Kristof Leitgeb topu ilə daxil edir. Ötürmə qapı qarşısına diqqətli olmaq lazımdır. Və daha bir küncdən zərbə olacaq. Müdafiədə bir qədər diqqətli olmaq lazımdır. Andre Ramalho hücuma qoşulmuşdu. Braziliyalı müdafiəçi. Kristof Leitgeb yenidən topu oyuna daxil edir. Cərimə meydançasında futbolçuları sakitləşdirir Sergey Boyko. Ötürmə qapı qarşısına top uzaqlaşdırılır. Schwegler. Hüseyin Schwegler. Ötürmə edildi. Zərbəyə imkan vermək olmaz. İbrahim Şehiç. İbrahim Şehiç. İnanılmaz. Qarabağ komandasının Bosniyalı qapçısı. Hinteregger hücuma qoşulmuşdu. Avstriyalı müdafiəçi. Şehiç. Teri. Admir Teri çox heyecanlıdır. Ötürmə Çombinho'dan irəliyə doğru. Reynaldo aşırma lazımdı. Aşırma zərbə lazım idi. Reynaldo. Hesabı 2-0 etmək olardı, nə etdi? Braziliyalı hücumçu hesabı artıra bilərdi. Oyundan kənar vəziyyət. Yaxın hətta kimi bayrağını havaya qaldırır. Jonathan Soriano oyundan kənar vəziyyətdədir. Əla imkan idi. Çombinho'dan ideal ötürmə idi. İzləyirik.
Reynaldo sadəcə dəqiq zərbə indirməliydi, ancaq bunu bacarmadı. Topaz Premier Liqasının ən sərrast futbolçusu. Qarabağın ən önəmli qol silahı. Bir effektli zərbə ilə hesabı 2-0 etmək olardı. İbrahim Şeyiç. Ötürmə dəqiq alınmır. Sabitzer istiqamətində. Bu mövsüm heyətə qoşulub Sabitzer. Və icarə əsasında hazırda Leipzig komandasının icarə əsasında Salzburg'da çıxış edir. Agolli. Sadə bir ötürmə etmək lazım idi, ancaq alınmadı. Campbell. Christian Schwegler topu oyuna daxil etməlidir. Uzun məsafəli out atışları ilə seçilir bu futbolcu. Təcrübəli cinah müdafiəçisi. İbrahim Şeyiç. Yenə inanlı oynuyor. Yenə top ələ keçirir Şeyiç. Reynaldo Silva irəlidə və ötürmə etmək lazımdır ona. Dönüşdə 31-ci dəqiqə Reynaldo Silva. Silva cərimə meydançasındadır. Leroy George var yanında, ötürmə etmədi ona. Çox gözlədi və əl oynuyor. Əl oynuyor. Sarı vərəq ola bilər, belə də olacaq. İdeal keçir rəqibini. İdeal keçdi rəqibini sarı vərəqə. Fikir verək. Təkrarı izləyəcək. Rəqibi ideal səviyyədə keçdi. İzləyirik. Bax, bu da təkrar. Bu da Reynaldo fərqi. Fikir verin. Əsl Braziliyalıdır. Əhsən. Cərimə zərbəsi təhlükəli ola bilər. 32-ci dəqiqə qarşılaşmada. Cərimə zərbəsi yerinə yetirilir. Azərbaycan sayağı yerinə yetirmək olardı bu cərimə zərbəsini, ancaq Almeida belə etmədi. Və Richard qaydanı pozur, ona da sarı vərəqə. Daha bir sarı vərəqə Richard Almeida'ya. Rəqibin sürətli əks hücumunun qarşısını almışdı. Məhz buna görə Richard Almeida sarı vərəqə ilə cəzalandırır. Richard Almeida. Qarabağ komandasının əsas oyuncularından biri. Sarı vərəqə ilə cəzalanır. Reynaldo Silva. Yeri yıxılmışdı, artıq o ayaq üstədir və mübarizəni davam elətdirir. İlk hissənin yekunlaşmasına təxminən 10 dəqiqə qalıb və Qarabağ hesabda irəlidədir. Danilo Dias'ın vurduğu qolla. Andre Ramalho topu oyuna daxil edir. Schwegler topu yerdən Ramalho'ya ötürür. Ramalho ötürmə keçmir. Çombinho və qayda pozulub. Nəbi Keita Çobuda oynamışdı. Admir Teli topu həm yerlisini ötürür Ansi Agolli. Qarşısında Campbell var. Və imkan vermir Kevin Campbell Ansi Agolli'nin irələməsinə. Ramalho. Hinteregger. Sabitzer. Umer. Ötürmə dəqiq alınmadı Richard Almeida. Hinteregger. Reynaldo. Sarı vərəqə mütləq olmalıdır. Reynaldo neydi?
istenilen müdafiəçini keçebilir. Kırmızı bəlgə, kırmızı bəlgə, kırmızı bəlgə. Bax belə lazımdır. Kırmızı bəlgə. Ukraynalı referi Salzburg'u meydanda asılda koyur. Çok güzel gelir her şey bizim için. Her şey Qarabağ için hala devam edir. Kırmızı bəlgə Ukraynalı Sergey Boyko'dan. Christian Schwegler meydandan qovulur, komandanın en təcrübəlilerinden. Christian Schwegler, yaxşı yol. İzleyini tekrar Reynaldo'ya fikir verin. İki rəqibini çaş başlanır. Ve bu da sonuncu mitfolu. Sonuncu mitfolu kimi qiymətləndirir bunu Ukraynalı hakim ve kırmızı bəlgə. Schwegler soyunup geyinmə otağına yollanır. Erken yollanır. Ve indi cərmə zərbəsi. İndi cərmə zərbəsinin vaxtıdır. Çumbinyo var topun yanında. Bulaçi canlı səddi qurur. Cərmə zərbələrinin mahir ustası Çumbinyo. Sergey Boyko işaresini verecek indi. Birbaşa qapıya zərbə indirəcək Çumbinyo. İşarə verilir. Çumbinyo, Çumbinyo, Çumbinyo! Tekrar zərbə. Tekrar zərbə alınmadı. Tekrar zərbə alınmadı. İkinci gola yaxın olur Qarabağ. Reynaldo meydana qayıtdı. İbrahim Şehiç. Görüşdə 36-cı dəqiqə. Hinteregger. Çumbinyo. Çumbinyo sol cınağı boştu. Çumbinyo. Görmedi. Sol cınağı görmedi. Qaraqarayev. Maksim Medvedev. Leroy George. Topu ötürə bilmir sol cınağa. Çumbinyo. Daha bir cəhd olacaq. Leroy George. Hinteregger səhvə yol verir. Bu cür imkandan yararlanmaq mümkün olmaz. Çumbinyo sol cinahda, Danilo Diaz boş mövqedəydi. Ötürmə gözləyirdi ancaq etmədi. Bu da bir qədər əvvəlki cərmə zərbəsinin təkrarı. Bəxti gətirmir Qarabağın. Qurban Qurbanov, onun komandası hesabları əldə edir. Rəqib 10 nəfərlə mübarizə aparır və bacardınca növbəti qolu vurmalıdır rəqib. Rəqib üzərində bu üstünlükdən yararlanmaq üçün əvəzləmə olacaq. Salzburg'un heyətində və oyuna Peter Ankersen daxil olacaq Danimarkalı bir qədər sonra. Mane elle oynamıştı. Bəli, elle oynamıştı. Sadio Mane elle oynuyor və indi Ankersen oyuna daxil olacaq. Kimin əvəzində? Çox güman ki, Sabitzer. Xeyr. Keita əvəzlənir. Nəbi Keita. Yarım müdafiəçi meydandan çıxır və əvəzinə sağ cinah müdafiəçisi oyuna daxil oldu. Ankersen. Peter Ankersen. Oyuna daxil oldu. Genç müdafiəçi. Çumbinyo. Artıq Salzburg təbii ki, əks hücumda hücumu oyununu verəcək. Quracaq və üstünlüyü Qarabağa verəcək. Məcburdur buna. Qaraqarayev. Bəlavi Hüseynov. Topu geriye götürür. Şehiç. İbrahim Şehiç. Maksim Medvedev. Leroy George. Topu saklayabilmir. Terry. Maksim Medvedev. Ötürmə Leroy George istiqamətində. Campbell. Leitgeb. Jonathan Soriano. Danilo Diaz da belə keçirir. Almeida. Tələsdi nədənsə. Sol cinaha ötürmə etmədi.
topa ancaq özünü çatdıra bildi. Və Admir Teli sarı vərəqə. Admir Teli sarı vərəqə ilə cəzalanır. Sadio Mane'yə qarşı. Kobul oyuna görə Qarabağın heyətində Almeida'dan sonra indi də Admir Teli sarı vərəqə ilə cəzalandırıldı. Diqqətli olmaq lazımdır. Ukraynalı referi artıq bir dəfə qırmızı vərəqə göstərib. Rəşad Sadov bugün zədəli olduğu üçün oynaya bilir və o kənardan komanda yoldaşlarına tapşırıqlarını verir. 40-cı dəqiqə qarşılaşmada ilk hissənin yekunlaşmasına 5 dəqiqə qalıb. Qarabağın üstünlüyü davam edir. Danilo Dias'ın vurduğu gol hələ ki yeganədir. Bədavi Hüseynov. Ünvansız bir ötürmə. Yersiz bir ötürmə Bədavi Hüseynov'dan. Rəqib üçün imkan yaradır o. Bax bu cür vəziyyətlərdə ağıllı oynamaq lazımdır. Almeida. Bədavi Hüseynov. Qara Qarayev əhsən yaxşı döndü. Ötürmə də etdi ancaq dəqiqanın ötürməsi. Admir Teli. Topu uzaqlaşdırır. Bəli. Avstriya çempionu çətin vəziyyətdədir. İkinci hissədə hətta gol və qollar da vura bilər Qarabağ. Leroy George. Yaxşı dönür Leroy. Leroy George irəliləyir George. Ötürmə etməlidir. Ötürmə qapı qarşısına. Zərbə endirmə imkanı olmadı. Top Ramalyonu keçir ancaq daha sonra müdafiəçi yaxşı oynadı. Qırmızı vərəqə. Admir Teli. Qırmızı vərəqə. Bax bu cür kapitan olmaz. Bu cür kapitan olmaq olmaz. Belə bir imkanı necə geri çevirmək olar? Belə bir vəziyyəti necə əldən vermək olar? Çox maraqlıdır, çox maraqlıdır. Admir Teli kimi təcrübəli, önəmli bir oyuncu. 2 adi epizoda görə sarı vərəqə. Bu cür oynamaq olmaz. Bu cür Çempionlar Liqasının belə bir önəmli oyununda əllə oynamağa fikir verir. Sanki 17-18 yaşı var bu futbolçunun. Belə düşüncəsiz bir hərəkət fikir verin. İndi Qarabağın vəziyyəti çox çətinləşə bilər yenə. Ondan kənar vəziyyət. Çox çətin vəziyyətdə qoydu. Rəşad Sadılov da sədəlidə onsuz da mərkəz müdafiəçisi kimi Admir Teli oynuyordu və artıq ikinci bir mərkəz müdafiəçisi yoxdur. Sırf mərkəz müdafiəçisi kimi oynaya bilən oyuncu yoxdur. Maksim Medvedev indi çəkilib mərkəzə və Rəşad Sadılovu görür yastımaçlar. Bugün ona ehtiyacı var idi Qarabağın. Onun təcrübəsinə, onun oyununa ehtiyacı var idi Qarabağın, ancaq olmadı. Admir Teli onu layiqincə əvəzləyə bilmədi. Çox təəssüf. Daha bir sarı vərəqə. Sergey Boyko sarı və qırmızı vərəqələrə limit qoymur. Bu hakim istənilən futbolçunu meydandan qova bilər. Mane. Sadio Mane. Christoph Leitgeb artıq meydandakı futbolçuların sayı bərabərləşib. Savitzer. Ötürmə cəlmə meydançasına diqqətli olmaq lazımdır. Əmoyur Şehiç. Reynaldo yaxşı döndü. Yaxşı dönür, yaxşı da irəliyir Reynaldo. Çox sürətlidir. Reynaldo və Ramalho imkan vermir ona. Əhsən Reynaldo. Əhsən Reynaldo tək başına sanki komandadır. Bütün futbolçular arxası düşmüşdü onun.
Heç kim ona çata bilmir. Sprinter kimi ilerledi. Brazilyalı. Maksim Medvedev. Admir Teli bugün elə oynadı ki, sanki ilk oyunu keçirirdi Qarabağda. Qaraqarayev. Hinteregger. Kampel. Maksim Medvedev və qayda pozulur Savitser tərəfindən. Kapitanın sarısı artıq Maksim Medvedevin qolundadır. İlk hissənin artıq son anları. Görüşdə 45-ci dəqiqə. Ankersen top meydandan çıxardı. Tələsmək lazımdır. Diaz. Qayda pozulur. Danilo Diaz'a qarşı qayda pozulur və cərimə zərbəsi yerinə yetiriləcək. 1 dəqiqə. İlk hissənin əsas vaxtına daha 1 dəqiqə əlavə olur və bu cərimə zərbəsindən sonra çox güman ki, artıq İlk hissə yekunlaşacaq. İlk hissədə hər şeyi gördük. Hətta 2 qırmızı vərəqə də göstərdi. Sergey Boyko, kifayət qədər sarı vərəqə var. Hətta gol da var. Qarabağ irəlidə sevinmək lazımdır ancaq təbii ki, Admir Telinin o lazımsız hərəkəti hamımızı üzdü. İnanırıq ki, Qarabağ qələbəni qoruyub saxlayacaq. Hətta bu hesabı artıracaq. Cərimə zərbəsi yerinə yetirilir. Çumpinyo ötürmə qapı qarşısına. Top uzaqlaşdırılır. Jonathan Soriano. Qaraqarayev imkan verməməlidir. Əhsən, belə oynamaq lazımdır. Jonathan Soriano. Ötürməyə imkan verilmir. Top yan xəttdən çıxır və ilk hissə artıq yekunlaşa bilər. Çünki əlavə olan 1 dəqiqə də artıq başa çatıb. Bəli, belə də olur. Sergey Boyko ilk hissəni yekunlaşdırır və Qarabağ 1-0 hesabı ilə fasiləyə üstün yollanır. İnanırıq ki, ikinci hissədə biz Qarabağın üstünlüyünü izləyəcək və vurulan qolun təkrarını izləyirik. Məhz Danilo Diaz'ın vurduğu bu qolla Qarabağ fasiləyə üstün yollanır. Əslamaçlar, bir qədər sonra qarşılaşmanın ikinci hissəsindən canlı yayımımız davam edəcək.
Yeniden vaxtınız xeyir olsun əziz tamaşaçılar. Tofiq Bəhrəmov adına Respublika Stadionundan canlı yayımımız devam edir və ilk hissədən sonra Qarabağ futbolçuları 1-0 hesabı ilə əldədilər. Danilo Leandro Dias'ın vurduğu golla Qarabağ fasiləyə üstün yollandı və ilk hissədə təbii ki rəqib komandanın futbolçusu Christian Schwegler əvvəlcə qırmızı vərəqə ilə meydandan qovulsa da Qarabağ bu say üstünlüyündən demək olar ki yararlana bilmədi. Çünki komandanın kapitanı Admir Telin qırmızı vərəqə alaraq o da ikinci sarı vərəqədən sonra meydandan qovuldu və komandalar meydanda indi hər iki komanda 10 nəfərlə mübarizə aparacaq. Artıq Salzburg futbolçuları meydana qayıdıblar. Tofiq Bəhrəmov adına Respublika Stadionunun bütün sektorları azarkeşlər tərəfindən belə desək tamamilə tutulub və artıq ilk hissənin bəlkə də yadda qalan adlarından biri Sergey Boykov və Hakimlər Briqadası, Ukraynalı Hakimlər Briqadası meydana qayıdırlar. İkinci hissə bir qədər sonra başlayacaq. Hələ ki Qarabağ futbolçuları meydanda yoxdular, ancaq hazırda İlqar Qurbanovun meydana daxil olması real görünür. Çünki o yan xəttin kənarındadır və meydana daxil olmağa hazırlaşır. Rəşad Sadıqov da isimli hərəkətləri bildi deyim ki, fasilə ərəfəsində komandamızın əsas kapitanı və vurulan qolu izləyək tamaşaçılar. Leroy George'un ötürməsindən sonra Danilo Dias hesabı belə açmışdı. Reynaldo Silva Qarabağın əsas oyuncularından biri, əsas gol silahı və hazırda Leroy George ekranlarımıza gəlir. Futbolçular yavaş-yavaş meydana qayıdırlar. Qurban Qurbanovun yəqin ki lazımi tapşırıqları verir. Futbolçularımıza fasilə lazımi tapşırıqları verir və onların ikinci hissədə oynaması üçün kifayət qədər daha belə desək diqqətli olmalarını söyləyib. Rəşad Sadıqov ekranlarımıza gəldi. Bir qədər əvvəl İlqar Qurbanov kimin əvəzinə meydana daxil olur? Qara Qarayev meydandan çıxır və onun əvəzinə İlqar Qurbanov oyuna daxil oldu. Maksim Medvedev mərkəz müdafiəçisi kimi oyunu davam etdirəcək. İlqar Qurbanov çox güman ki sağ cinahda çıxış edəcək. Bəli, belə də olur. Rəqib komandaların niyyətində isə əvəzləmə yoxdur və ikinci hissə başlamaq üzrədir. İkinci hissə başlayır. Qarabağa uğurlar arzulayırıq və inanırıq ki oyunun sonunda qələbə qazanan məhz təmsilçimiz olacaq. Əvəlisönov inamsız oynadı. Türbə qapı qarşısına çox pis alınır. İlqar Qurbanov topa daha əvvəl o çatır. Salzburg futbolçuları hücumdadılar. Kampel ötürmə Sadio Mane. Mane'nin ilerləməsinə son anda mane olan İlqar Qurbanovdur. Qeyd edim ki, indiyə qədər Azərbaycan futbol tarixində UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində komandalarımızdan heç biri qələbə qazana bilməyib. Əgər bu gün Qarabağ komandası qalib gəlsə, bu yeni bir tarix olacaq. Ötürmə edilir. Diqqətli olmaq lazımdır. Şehiç. Əhsən Şehiç. Ramalho. Reynaldo topu ələ keçirdi. Reynaldo Silva. Hinteregger topu özünü çatdırır. Yəni özünü ötürmə, Pədar Hüseynov. Maksim Medvedev, Çumbinho, Richard Almeida. Almeida'nın qarşısında Kampel aldı. Sadio Mane. Diqqətli olmaq lazımdır müdafiədə. Ötürmə İnkersən, zərbə Şehiç. İkinci seyf İbrahim Şehiç'lə. Oyanmalıdır Qarabağ müdafiəçiləri. Çünki belə oynamaqla rəqib hesabı bərabərləşdirə bilər.
Ankersen. Leitgep. Ötürme ileriye doğru. Şiç. Kapı tiri ve müdafide son anda topu uzaklaştırılır. Bu da üçüncü epizod. Hulmes. Elle oyun keyfi alınır. Ansiagolli. Elle oynamıştı. İzleyirik tekrarı. Bir qədər əvvəlki epizod. Top qapı tirinə deyərək geri qayıdır və daha sonra topu uzaqlaşdırmaq mümkün oldu. İbrahim Şiç son anda topa toxunmuşdu. Canlı sətdə iki futbolçu var Qarabağ komandasından. Daniel Dias və Çumbinho. Cərimə zərbəsi yeri yetirilir. Ulmers və Leitgep topun yanındadır. Şehiç qapısında diqqətlidir. Müdafiəçilərimiz diqqətli olmadılar. Ulmer ötürmə qapı qarşısında top uzaqlaşdırıldı. Və bu arada Leroy George yerə yıxılıb. Cərimə meydançası daxilində. Leroy George ayağa qalxır. Ən mübahisəli epizod kimi dəyərləndirəcək bunu Sergey Boykov. Dias topu rəqib qapıcıya ötürür. Peter Gulacsi. Hinteregger. Sadio Mane. Mane keçə bilmədi. Leroy George. Almeida. Ötürmənin dəqiq olmasına son anda imkan verir. Christoph Leitgep. Bir qədər əvvəlki epizodun təkrarı. Hansı ki həmin epizodda İbrahim Şehiç komandamızı qoldan xilas etmişdi. Şehiç. Riskli hərəkətlər İbrahim Şehiç'dən. Və bu cür oynamaq olmaz. Bu cür hərəkətlər etmək olmaz. Bu cür hərəkətlərə ehtiyac yoxdur. İbrahim Şehiç. Top qapı tirinə deyir. Belə bir oyunda bu cür hərəkətləri artıq bir dəfə görmüşük biz. Bir dəfə belə bir şounu bizə göstərdi Admir Teli. Artıq ikinci belə yersiz hərəkətlərə ehtiyac yoxdur. Şehiç. İlqar Qurbanov topa nəzarət edir və yan xəttdən Qarabağ topu oyuna daxil edəcək. Qurbanov. Almeida. Sol cinahda Ansiagolli var. Agolli. Dias. Dias keçirir rəqibini. Dias yerə yıxılır və qayda pozulur. Sergey Boykov qayda pozuntusunu qeydə alır. Danilo Dias'a qarşı kobud oyun var idi. Bir rəqibini belə keçir, ikincini də arxada qoydu, ayağına qarşı qayda pozulur. Çumbinho topun yanındadır. Ötürmə cərimə meydançasına və Gulacsi'nin üzərinə gəlir top. Peter Gulacsi. Hinteregger. Leitgep. Yeniden Hinteregger. Kevin Campbell. Campbell. Soriano ile oynuyor. Yeniden Campbell. Ötürmə sol cinaha və Bərdam Hüseynov əhsən. Ankersen.
Müdafiədə yenə komut səhv. Yenə komut səhv. Diqqətli olmaq lazımdır bəli. Qapıdan zərbə. Maksim Medvedev bu dəfə səhvə yol vermişdi. İlqar Qurbanovla birlikdə. Bu cür səhvləri hələ ki bağışlayır Salzburg. Bu cür səhvlərin sonunda bizi üzəcək məqam olacaq. Bunu əminliklə söyləmiyorlar. Artıq daha diqqətli olmaq lazımdır. Şehiç. Mane. Çox təhlükəli hücum. Sadio Mane. Mane irəliyir və Şehiç. Yenə Şehiç. Yenə Şehiç. Tək başına Salzburg'a qarşı mübarizə aparır İbrahim Şehiç. Tək başına oynuyor. Qarabağ özünə bənzəmir. Ankersen. Ötürmə keçmədi. Və qayda pozulur. Savitser. Kobul oynamışdı. Qarabağ niyetində əvəzləmə olacaq. Rəşad Sadolov meydana daxil olacaq. Azarkeşlər də onu səsləyir. Bəli, müdafiədə çaşbaşlıq var. Bütün futbolçular müdafiədə hələ ki istənilən səviyyədə oynamır. İlqar Qurbanovun oyuna daxil olması mənə elə gəlir uğursuz bir addım oldu. Çünki elə birbaşa Maksim Medvedev birbaşa sağ cinaha keçə bilərdi və əvəzində Qara Qarayevlə Rəşad Sadıqov əvəzlənə bilərdi. İrəliyə ötürmə Leroy George istiqamətində Peter Gulaçi irəliyə çıxaraq topu tutur. Rəşad Sadıqov oyuna daxil olacaq. Mane. Kevin Campbell. Yenə kobudluq qeydə alır. Qarşılaşmanın baş hakimi Bədavi Hüseynova sarı vərəqə göstərdi. Jonathan Soriano'ya qarşı kobudluq qeydə alındı. İzləyirik təkrarı. Bədavi Hüseynov bu epizodda qaydanı pozmuşdu. Və cərimə zərbəsi yerinə yetiriləcək. Diqqətli olmalıdır qapıcımız. Rəqibin təhlükəli bir mövqedən cərimə zərbəsi qeydə alınacaq. Topun yanında 4 futbolçunu görürük. Ev tapşırığı kimi yerinə yetiriləcək bu cərimə zərbəsi. İşarə verilir və top dilin üstündən keçdi. Jonathan Soriano. Topu qapının üstündən vurur. Və Rəşad Sadolov oyuna daxil olur. Leroy George meydandan çıxır. George oyunun ən yaxşılarından biridir. Milli komandamızın kapitanı, Qarabağın kapitanı, eyni zamanda Qarabağın lideri Rəşad Sadolov oyuna daxil oldu. Şehiç
Hinteregger. Campbell. Leitgeb. Hinteregger. Ankersen. Peter Ankersen topu yeniden Leitgeb götürür. Campbell. Ramalho. Fədavi Hüseynov yaxşı oynadı. Fədavi Hüseynov hücuma qoşulur. Hüseynov. Hüseynov qazanacaq. Top geri götürülür və Gulatski. Jonathan Soriano. Kevin Campbell. Əhsən. Almeida. Agolli. Sadıqov. Maksim Medvedev. İlqar Qurbanov. Sağ janatdan sürət irəliyir. Reynaldo Silva. Reynaldo. Cərimə zərbəsi gəlirdi və növbəti vərəqə. Növbəti sarı vərəqə. Növbəti sarı vərəqə. Ulmer. Sol cına müdafiəçisi Ulmer qaydanı pozur və sarı vərəqə ilə cəzalanır. Reynaldo Silva'nın qarşısına almaq çox çətin məsələdir. İzləyirik təkrarı. Bəli, ayağa zərbə var idi. Cərimə zərbəsini yerinə yetirəcək. Qarabağ futbolçuları Richard Almeida zərbə və top toru yandan silkələyir. Top toru yandan silkələdi. Azarkeşlər heyecanlanır. Peter Gulatski top oyuna daxil etdi. İzləyirik təkrarı. Campbell. Görüşdə 60-cı dəqiqəyə yekunlaşır artıq. Fədavi Hüseynov yaxşı oynayır müdafiə xəttində. Mane. Görüşün 3-də 2 hissəsi tamamlanır. Hinteregger. Campbell. Bir qədər sonra əvəzləmə olacaq. Rəqibin heyətində oyuna Massimo Bruno ilə daxil olacaq. İtalyalı futbolçu. Massimo Bruno. Savitser'in əvəzinə oyuna daxil olur İtalyalı futbolçu. Anderlecht komandası ilə görüşdə fərqlənmiş. Massimo Bruno oyuna daxil oldu. İbrahim Şehiç. Ankersen geri oynuyor. Hinteregger. Leitgeb. Campbell. Mane. Neden Campbell? Leitgeb. Pressing Richard Almeida'dan. Ankersen'e karşı gayet pozulur. Azarkeşler.
Həqiqətində çox gözəl görüntülər yaradırlar. Tofiq Bəhrəmov adına Respublika stadionumuzda, mərkəzi arenamızda əla görüntülər və bu görüntülərlə qələbə qazanmaq lazımdır bu görüntülərin belə desək fonunda. Ankersen. Ramalho. Andre Ramalho. Campbell. Mane. Çok sürətlidir Sadio Mane. Kevin Campbell. Campbell özü cəblə meydançasına daxil olmağa çalışdı, ancaq imkan verilir buna. Ramalho. Çombinho. Ötürmə etmək lazımdır. Adi bir ötürmə. Adi bir ötürmə. Çombinho neydir? Komanda yoldaşı ağ geyimdədir. Qarşısında da ancaq topu rəqib ötürür. Bruno. Mane. Zərbə və qapıçımı da əla oynayır İbrahim Şeyic. Qüvvətli zərbə indirilmişdi Şeyic. Topu uzaqlaşdırır. Çox qüvvətli zərbə idi uzaq məsafədən. Şeyic bunu bəlkə də gözləmirdi, ancaq yaxşı oynadı. Christoph Weitgeb topu oyuna daxil edəcək. Mane özü daxil olur cəblə meydançasına və top meydandan çıxarılır. Küncdən zərbə. Sadio Mane topun Rəşad Sadıqovun əlinə dəydiyini bildirməsinə baxmayaraq hakim təbii ki bu qərarla razılaşmır və küncdən zərbə təkrarlanacaq. Daha bir ötürmə qapı qarşısına və Şeyic səhvə yol verdi Ramalho. Top uzaqlaşdırılır. Qeyri dəqiq zərbə. İbrahim Şeyicin onun ərzində ilk beləcək çıxışda səhvi idi bu. İzləyirik təkrarı. Bosniyalı qapıcı topa toxundu, ancaq inamlı toxuna bilmədi. İbrahim Şeyic. 30.000 tamaşaçı Qarabağdan qələbə gözləyir. Layiqli nəticə gözləyir. Ramalho. Ankersen. Campbell. Sloveniyalı futbolcu vaxtilə Bayer Leverkusen'də çıxış edib. Kevin Campbell. Sançınatda Ankersen boş mövqedədir. Mane. İmkan verilmədi ona. Richard Almeida. Almeida ötürmə irəliyə. Topa çatmaq mümkün olacaq. Hinterekер onu qabaqladı. Çox yaxşı oynadı müdafiədə. Avstriya müdafiəçi. Sağ çınaqda boşluq var. Top oraya ötürülür, ancaq dəqiq ötürmə alınmır. Agolli. Danilo Diaz. Bu dəfə səhvi yol verən futbolçu oldu. Mane. Campbell. Mane. Zərbə və top qapıdan aralı keçir. Massimo Bruno oyuna yenicə daxil olan İtaliyalı futbolçu zərbə indirdi. İbrahim Şeyic qapıdan zərbə ilə top oyuna daxil etməlidir. Sadio Mane 22 yaşlı Senegallı futbolçu ekranlarımıza gəlir. Və heyecanlı qolun müəllifi Danilo Diaz. Texnikalı futbolçu yenə keçir rəqibi, ötürmə də etməyi bacardı, ancaq top Şeyicdə qalır. Çox soyuqqanlıdır Bosniyalı qapıcı İbrahim
Ötürmə dəqiqə alınmadı Şehiçdən. Kampel. Mane. Solcuna. Tək toxunuşlu ötürmə. Sadıqov. İlqar Qurbanov. Topu uzaqlaşdıra bilmədi. Ulmer. Və Sadıqov. Top meydandan çıxarır. Gücdən zərbə ilə top oyuna daxil edilir. Diqqətli olmaq lazımdır müdafiədə. Ötürmə qapı qarşısına Fədar Hüseynov yaxşı oynadı. Mane qüvvətli zərbə indirə bilər. Mane, İbrahim Şehiç. İbrahim Şehiç azarkeşləri həyəcanlandırır Seydi ilə. Diqqətli olmaq lazımdır. Rəşad Sadıqov və Maksim Medvedev. Burada sərt oyun var idi. Daha doğrusu təhlükəli oyun var idi Maksimə qarşı. Nami Yusifov. Danilo Diaz əvəzləyir. Oyunda vurulan yeganə qolun müəllifi. Danilo Diaz kənara gəlir. Və onun vurduğu qolu izləyirik. Danilo Diaz'ın fərqləndiyi epizod. Onun qolu Qarabağa qələbə qazandıracaq. Çox güman ki, əgər hər iki hesab bu cür başa çatsa, arzulayaq ki, ikinci qol da olsun, üçüncü qol da olsun. Əsas odur Qarabağ növbəti mərhələ üçün yaxşı bir nəticə qazansın. Şehiç. İləriyə uzun ötürmə. Ramalho. Ankersen. Top meydandan çıxır. Antiagolli. Yeniden Meksika dalgası. Tevfik Behramov adına Respublika Stadion'da Intereker. Ulmer. Ramalho. Almeida. Topu saxlayabilir Brazilyalı. Ankersen. Massimo Bruno. Bruno. Rəşad Sadıqov. Daha doğrusu bu Nami Yusifov idi. Almeida. Fədar Hüseynov. Rəşad Sadıqov. Fədar Hüseynov. Və Rəşad Sadıqovun o hərəkət həqiqətən də təcrübə öz sözünü deyir. Orada topa toxunmamaq daha önəmlidir və bunu Rəşad Sadıqov düzgün etdi. İbrahim Şehiç. Bir qədər cinaha meylənmək lazımdır. İlqar Qurbanov orada olmalıydı, ancaq nədənsə mərkəzə gəlmişdi. Ulmer. Mane. Rəşad Sadıqov imkan vermir. Almeida. Almeida sol cinaha ötürmə.
Antiagolli. Namiq Yusifov. Çumbinho. Çumbinho'nun ötürməsi alınmır. Leroy George'un meydanda olmaması Qarabağın cinahlardan hücuma atılmasının belə deyək qarşısını alır. Onun yoxluğu hiss olunur. Ramalho. Salzburg getdikcə təzyiqi artırır. Campbell. Kevin Campbell. Ankersen cərimə meydançasına daxil olmağa cəhd etdi. Bruno. Massimo Bruno. İtalyalı futbolçudan ötürmə alınmır. Richard Almeida. Almeida topla irəliyir. Almeida ötürmə və çobukluq Kevin Campbell tərəfindən. Geriyə uzun ötürmə. Reynaldo Silva istiqamətində ancaq Hintereggen bu epizodda yenə diqqətli oynuyor Reynaldo ilə mübarizədə. Campbell. Campbell. Ramalho. Rəşad Sadıqov. Topu yan xətdən çıxarır Rəşad. Andre Ramalho. Ankersen. Peter Ankersen. Yeniden Andre Ramalho. Yenə qayda pozulur. Yenə Mane. Çobukluğa məruz qalıb və cərimə zərbəsi çox təhlükəli bir mövqedən yerinə yetiriləcək. Sona 15 dəqiqə yol bəstə baxışlar və yenə Avstriya təmsilçiləri təhlükəli cərimə zərbəsi yerinə yetirəcəklər. Kapitan Jonathan Soriano topun yanındadır. Qapıya təxminən 20-22 metr məsafə var. Və çox təhlükəli epizod dəqiqədən, çox təhlükəli bir vəziyyət yarana bilər. Qarabağın qapısı qarşısında real imkan demək olar ki qazanıb. Rəqib və indi həm müdafiəçilərimiz canlı sətdə, həm də qapıcımız diqqətli olmalıdır. Daha bir cərimə zərbəsi və qapıcımız əl oynuyor. Çumbinho. Əhsən Şehiç, Əhsən Şehiç. İbrahim Şehiç. Komandamızı qoldan xilas edir. İbrahim Şehiç topu qapı xəttindən uzaqlaşdırır. Şehiç bugünkü oyunun qəhrəmanlarından biridir. Ramalho. Ankersen. Almeida. Agolli. Ötürmə dəqiqə alınmır. Reynaldo Silva. Bir qədər tələsdi bəlkə də. Yaxşı oynamışdı. Topu qazanmışdı ancaq tələsdi zərbə indirməyə. Çox fəaldır Reynaldo. Ankersen. Kevin Campbell. Campbell. Görüşdə 77-ci dəqiqə Qarabağın 1-0 hesablı üstünlüyü davam edir. Yenə Mane. Ötürmə etdi cərimə meydançasının dəbərinə. Təhlükəli vəziyyət ola bilər. Çox təəssüf. Bax, müdafiədəki bu səhvlərin nəticəsi. Müdafiədəki o səhvlərin nəticəsi nəhayət
Bizi üzən məqam budur. Jonathan Soriano. Topu elə bir ustalıqla saxladı ki, artıq müdafiəçilərimizin səhvlərdən də futbolçunun burada ustalığını da etmək lazımdır. Mane'nin ötürməsi. Müdafiəçilər çox böyük səhvə yol verdilər. Jonathan Soriano hesabı bərabərləşdirir. Çox təəssüf. Ustalıqla topu saxladı və effektli zərbə indirdi Jonathan Soriano. Namiq Yusifov. Yusifov. Qayda pozulur Namiq Yusifova qarşı. Çumbinho. Topu oyuna daxil etməyə hazırlaşır. Sadıqov. Yenidən Çumbinho. Görüşün 77-ci dəqiqəsində hesab bərabərləşdi əziz tamaşaçılar. Reynaldo Silva. Sona qədər mübarizə. Silvadan. Çumbinho. Çumbinho. Zərbə indirildi ancaq müdafiəçilər imkan vermir zərbəyə. Bu dəfə rəqib komandanın futbolçuları bir qədər inamsız oynadı və top Qarabağda qalır. Daha bir cəhd olacaq. Ötürmə qapı qarşısına və Bulatçı. İlqar Qurbanov yaxşı irəliləmişdi. Üçüncü təsnifat mərhələsindəki qələbə elə desək, deyəsən əsrətimiz davam edəcək. Çünki indiyə qədər Bakı və Neftçi ilə paytaxtımızda heç-heçə elə desək hesabı qazanıb komandalarımız, ancaq qələbə hesabı yox idi. Qarşıdakı təxminən 10-15 dəqiqə ərzində əlavə edilmiş dəqiqələrlə nəzərə alsaq, inanaq ki, Qarabağ daha bir gol vuracaq. Reynaldo fəallaşsa bu niyyət olmasın. Əvvəlcə rəqibin hücumlarının qarşısına olmaq lazımdır. Daha sonra əks hücum. Oyundan kənar vəziyyət. Massimo Bruno. Şehiç. Ankersen. Massimo Bruno. Kevin Campbell. Bruno. Ötürmə edə bildi. Campbell ötürmə cərmə meydançasına və top qapı xəttindən çıxır. İbrahim Şehiç. Qapıdan zərbə ilə topu oyuna daxil etməlidir. Admir Terinin o qırmızı vərəqə alması bugün Qarabağın bəlkə də böyük hesablı qələbəsinin açıq-aşkar üstünlüyünün qarşısını aldı. Təcrübəli futbolçunun bu cür səhv etməsi, bu cür elə desək anlaşılmaz oynaması həqiqətən də heç cür yaddan çıxa bilməz. Ankersen. Ramalho. Bütün komanda ilə ileri atılıb. Qonaqlar. Daha bir təhlükəli vəziyyət. Rəşad Sadıqov inamlı oynuyor. Komandamızın kapitanı müdafiədə etibarlı oynuyor və küncdən zərbə. Salzburg'un hücumları devam edir. Namiq Yusifov topu sağlaştırır. Mane. Bu futbolçunu dayandırmaq mümkün değil. İlqar Qurbanov. Qurbanov top meydandan çıxarır.
Campbell. Ankersen. Yerden Kevin Campbell oynuyor. Reynaldo'ya top gelmişti ancak değik olmadı Türmen. Antiagolli. Ramalho. Ankersen. Çombinho topu saklayır. Reynaldo'ya top yine çatmadı. İmkan vermir Ramalho. Hem yerlisi Brezilyalı futbolçu imkan vermedi. Mane. Oyundan kenar vəziyyət. Daha doğrusu Röksok'ta oyundan kenar vəziyyət yox. Sadəcə zərbə dəqiq alınmadı. Şehit. Çombinho. Sadıqov. Antiagolli. Keçebilmiş Ankersen'e. Yan xəttdən top oyuna daxil ediləcək. Qarabağ futbolçuları tərəfindən artıq görüşdə. Ankersen top meydandan çıxarır. Sadıqov. Ötürmə dəqiq alınmış və diqqətli oynamaq lazımdır. Top hələ keçirmək mümkün olmur. Top yan xəttdən qonaqlar tərəfindən oyuna daxil ediləcək. Campbell. Son 5 dəqiqə, görüşdə 85-ci dəqiqə artıq və hesab 1-1'dir. Reynaldo karşısında Ramalho var. Reynaldo keçebilmir Ramalho'nu. Çok təəssüf. Yaxşı bir imkan idi ancaq Reynaldo yararlana bilmir. Həm yerlisini keçsəydi artıq. Demək olar ki, hesabı dəyişmək olardı. Reynaldo. İlgar Qurbanovdu. Reynaldo sayağı irəliyə ötürmə cəlmə meydançasına. Reynaldo zərbə edilmək lazım. Reynaldo. Və gol! 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 Reynaldo! 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 2-1! 2-1! Qarabağ qalib gəlir. Qarabağ irəlidədir. Qarabağ irəlidədir əziz tamaşaçılar. Görüşün 86-cı dəqiqəsi. Reynaldo Silva. Reynaldo Silva. Əhsən. Bu cür davam etmək lazımdır. Əhsən Qarabağ. Sona qədər mübarizə aparmaq lazımdır. Rəqib kim olursa olsun, kim olur olsun, sona qədər mübarizə aparmaq lazımdır. Bu cür oynamaq lazımdır. Reynaldo Silva. Reynaldo Silva. Nə qədər adını çəksə yazdı. Nə qədər bu futbolçuya bravo desək, nə qədər əhsən desək yazdı. Əhsən həqiqətən də. Əhsən, yenə də əhsən. Əla oynayır Qarabağ. İlgar Qurbanovu da qeyd etmək lazımdır. Onun ötürməsindən sonra Reynaldo Silva hesabı dəyişir. Kırmızı bölge. Ukraynalı hakim
bugün her şey əldə etdi. Çox maraqlıdır. Hansı hissləri keçirdiyimizi imkan vermir ki, Ukraynalı hakim bizə o hissləri sona qədər yaşayaq. Növbəti mərhələni Qarabağ üçün dayandırır. Reynaldo Silva'nı meydandan qovmaqla. Sergey Boyko bu mövsüm Avrokuboklarda Azərbaycan komandalarına qarşı daha bir hakim olur ki, demək olar ki, ədalətsizlik nümayiş etdirir. Interlə oyunda Bolqaristanlı hakimin səhvləri var idi, ədalətsizliyi var idi, qərəzliyi var idi. Bu dəfə isə Sergey Boyko. Alqışlar, alqışlar, alqışlar. Meydandan qovulan futbolçu bəlkə də ilk dəfədir ki, dünya futbolunda belə alqışlanır. Meydandan qovulan futbolçu Reynaldo'dur. Meydandan qovulan futbolçu Braziliyalı Qarabağın usta oyuncusudur. Çox üzülürük. Növbəti mərhələ üçün çox üzülürük. Ancaq onun əməyini qeyd etmək lazımdır. Onun ustalığını danmaq olmaz. O bugün bütün üstünlükləri ilə həqiqətən də Avstriya təmsilçisinin hər bir oyuncusundan daha yaxşı oyunu göstərdi. Görüşdə 89-cu dəqiqə. 9 nəfərlə mübarizə aparır Qarabağ. Dözmək lazımdır, müdafiədə diqqətli olmaq lazımdır, əzimkar olmaq lazımdır. Ramalho. Campbell. Ulmer. İmkan vermək olmaz. Zərbə indirilir və top kürüsündən keçdi. Son dəqiqələrdə daha bir əvəzləmə. Rəqib komandanın heyətində meydana Nils Goşçer daxil olur. Nils Goşner. Görək əsas vaxtda neçə dəqiqə əlavə olunacaq. Artıq 90 dəqiqə tamamlanır. Qarşılaşmada Şehiç. Hinteregger. Mane. Oturma cəmləliyin açısından Tiagolli. Daha 3 dəqiqə. Mane oturma cəmləliyin açısına top yenə uzaqlaşdırıldı. Daha 3 dəqiqə. Etibarlı oynamaq lazımdır müdafiədə. Bu hesabı qorumaq lazımdır. Ankersen. Ramalho. Almeida və top meydandan çıxarılır. Ankersen. Qapıdan zərbə. Azarkeşlərimizə də alqış düşür. Azarkeşlərimiz də həqiqətən də bu oyunda göstərdi ki, sona qədər meydanı, stadionu tərk etmək olmur. Həqiqətən də bu Qarabağın Azərbaycan futboluna bəxş etdiyi ən önəmli amillərdən biridir. Azarkeşlərimizi yenidən meydana qaytarıb Qarabağ. Təşəkkür Qarabağ. Çox maraqlı bir məqam var əslində maçlar. Hazırda meydanda qol vuran futbolçuların heç biri artıq meydanda deyil. Həm Qarabağda, təbii ki, bunu Qarabağ komandasına qeyd etmiyorlar. Rəqib komandası isə Jonathan Soriano meydandadır. Komandanın kapitanı Qarabağın futbolçularının hər ikisi isə Braziliyalılar, həm Danilo Diaz, həm də Reynaldo Silva meydanda yoxdur. Qarabağın transfer siyasətini alqışlamaq lazımdır. Bu komandanın transfer etdiyi heç bir futbolçu lazımsız oyuncuya çevrilir. Richard Almeida. Qayda pozulur. Almeida. Əhsən. Alqışlar. Reynaldo yoxdur, ancaq Almeida var. O hələ
hərəkətləri edə bilən, futbolçuları keçə bilən oyuncu var. Hətta sarı vərəqə. Sarı vərəqə Kevin Kampla göstərilir. Bərabi Hüseynov. Son dəqiqələr görüşdə, son anlar. Dulasçı. Ramalho. Ramalho. Ankersen. Ramalho. Kevin Campbell. Artıq görüş. Bəli, görüşü yekunlaşdırmaq olar. Qarabağ bayrağı dövrə vurur. Qarabağın bayrağı dövrə vurur mərkəz ayranımızda. Bəli, Azərbaycan futbolunda bir ilk. Azərbaycan futbolunda bir tarix yazılır bugün. Çünki Qarabağ 3-cü təsnifat mərhələsində qələbə qazanan ilk komandamız olur. Əhsən Qarabağ, əhsən Qarabağ, əhsən Qarabağ, əhsən Qurban Qurbanov, əhsən hər bir futbolçu. Qarabağın bütün heyəti, əhsən, bravo, bütün xoş sözlərə layiqdir Qarabağ. Biz bugün Qarabağın məhz bu oyunu ilə, Qarabağın məhz bu gözəl nəticəsi ilə sevinirik. Bütün Azərbaycan sevinir. Bütün azarkeşlər sevinir, hər bir Azərbaycanlı sevinir. Çünki qələbəni qazanan Qarabağdır. O Qarabağımız ki, bütün dünyaya biz onu tanıtmalıyıq. O Qarabağ ki, bizim yaralı yerimizdir. Məhz bu Qarabağı təbrik eləmək olar. Əhsən Qarabağ bugün layiqli mübarizə apardı. Meydanda olmayan futbolçuların yoxluğuna baxmayaraq bizə qələbə bəxş edir Qarabağ. Çox sağ ol. Həqiqətən də bütün xoş sözlər bugün Qarabağa. Və artıq bu qələbə münasibətilə həm sizi, həm klub rəhbərliyini, bütün azarkeşləri, stadiona əziyyət çəkib 30.000 azarkeşin toplaşan bu bütün azarkeşləri hər birinə, azarkeşin hər birinə həqiqətən də çox sağ ol deyirik. Bugün Qarabağ və azarkeşlərimiz bizə bu xoş anları yaşatdı, bizə bu gözəl anları yaşatdı. Azərbaycan futbolunda yenilik bugün bəs yeni bir tarix yazıldı. Biz dünya futboluna göstərdiyi ki, 3-cü təsnifat mərhələsində də Azərbaycan komandası qələbə qazana bilir. Bu Salzburgda ola bilər. Qarabağ həmişə göstərib. Rosenborgda da, Twente ilə də bütün komandalara göstərib ki, bütün komandalara qarşı, dünyanın istənilən rəqibinə qarşı Qarabağ mübarizə apara bilir, qələbə qazana bilir, layiqli oynaya bilir və elə bu arzularla, bu gözəl sözlərlə, bu gözəl sözlərə layiq komandanın çıxışı ilə də reportajımızı yekunlaşdırırıq əslən haçlar. Tofiq Bəhramov adına Respublika stadionunda gözəl anlar yaşadıq. Bütün əməyə keçən komandamızla birlikdə rejissorlarımız Vali Əhmədov, Elçin Mehbaliyevə həqiqətən də təşəkkürünü bildirirəm və bu dəqiqələrdə görüşü sizə mən Ramiz Mirzəzadə şərh etdim. Sağ olun, salamat qalın.